Salam, itkin qəhrəmanların axtarışı ilə bağlı 3-cü verilişə baxırsınız. Ötən iki verilişdə 1994-cü ilin fevralın 10-da Kəlbəcərin Qızılqaya yüksəkliyində itkin düşən 23 şəhidin kimliyi barədə məlumat vermişdik. Bugün isə itkin şəhidlərin axtarış prosesi ilə yaxından tanış olacaqsınız. Axtarış prosesində fədakarlıq göstərən insanlar nələrlə qarşılaşdılar? Nə üçün bu axtarışlarda itkinlərin yaxınlarına və könüllülərin yardım etməsinə icazə verilmir? Bütün suallarınıza bu verilişdə cavab tapacaqsınız. Diqqətiniz bizdə olsun. İtkin qəhrəmanların axtarışı davam edir. Qeyd etdiyimiz kimi, həmin ərazi 26 il ərzində düşmən işğalında olduğu üçün itkinlər barədə məlumat əldə etmək mümkün deyildi. Nəhayət, 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı uğurlu xarici siyasət və qüdrətli ordu quruculuğu öz bəhrəsini verdi. Azərbaycan hərbçiləri işğalçı Ermənistan ordusunu məhv edərək ölkəmizin suverenliyini bərpa etdilər. Demək olar ki, elə həmin vaxtdan da müvafiq dövlət qurumları tərəfindən 1-ci Qarabağ müharibəsi zamanı itkin düşənlərin axtarışına başlanıldı. Lakin itkin düşənlərin qalıqlarını işğaldan azad edilən ərazilərimizdə 26 ildən sonra tapmaq samanlıqda iynə tapmağa bənzəyirdi. Çünki 1-ci Qarabağ müharibəsi dövründə vəhşi ermənilər həlak olan döyüşçülərin və dinc sakinlərin nəşini Azərbaycan tərəfinə təhvil vermək əvəzinə bəzilərini yandırmış, bir çoxunu isə qeyri-müəyyən yerlərdə kütləvi şəkildə bastırmışdılar. Açıq sahələrdə, dağlarda, dərələrdə qalan cəsədlərin isə tapılması ehtimalı sıfıra bərabər idi. Qar, yağış, sel, daşqınlar, eləcə də vəhşi heyvanların cəsədlərə təsirini nəzərə alsaq, axtarış prosesinin çətinliyini təsəvvür edin. İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq, quruculuq işləri zamanı bir neçə kütləvi məzarlıq aşkar olundu. Xüsusi xidmət orqanlarımızın səyi nəticəsində illərlə izlənən Xocalı qatillərindən bir neçəsinin ələ keçirilməsi, eləcə də keçmiş separatçı rejimin həbs olunan üzvlərinin dindirilməsi nəticəsində qətlə yetirilən azərbaycanlı döyüşçülərə və dinc sakinlərə məxsus kütləvi məzarlıqların yeri müəyyən olundu. Lakin bir çox döyüşçülərin cəsədlərinin hansı ərazidə qalması hələ də sual altındadır. 30 ildən sonra onların tapılması bir çox hallarda keçmiş komandirlərdən, itkinlərin döyüş yoldaşlarından və onları son dəfə görən insanlardan asılıdır. Çox təəssüflər olsun ki, keçmiş döyüşçülər və komandirlərin əksəriyyəti 30 ildən sonra belə hələ də bildiklərini gizlədir, hansı itkin şəhidin hansı ərazidə qaldığını demək istəmir və ya nədənsə çəkinirlər. İtkinlərin axtarışını aparan dövlət qurumlarının əməkdaşları isə təkidlə bildirir ki, bu məsələdə yardımcı olmaq neçə-neçə itkin ailəsinin təsəlli tapması deməkdir. Keçmiş 5-ci Bərdə taborunun sabiq komandirləri bu məsələdə fədakarlıq göstərdikləri üçün artıq Qızılqayada itkin düşənlərin əksəriyyətinin yeri müəyyən olunub. Kəlbəcərin Qızılqaya yüksəkliyində 31 il əvvəl itkin düşənlərin də nəşini tapmaq çox çətin proses idi. Çünki dəniz səviyyəsindən 3000 metrdən hündür olan Qızılqayaya qalxmaq üçün avtomobil yolu yoxdur. Üstəlik həmin ərazidə vaxtilə gərgin döyüşlər getdiyi üçün mina və partlamamış sursat təhlükəsi var. Nəhayət, keçmiş 701 saylı hərbi hissənin mərd, qəhrəman döyüşçülərindən biri olan İbad Vəliyev bu missiyanı öz üzərinə götürdü. Belə ki, İbad Vəliyev əslən Kəlbəcərli olduğu üçün ərazini daha yaxşı tanıyırdı. Təbii ki, Qızılqayada itkin düşən döyüşçülərin içərisində onun da yaxından tanıdıqları var idi və o, Ənvar adlı digər bir qazi yoldaşı ilə birlikdə 3 il əvvəl həyati təhlükələrə rəğmən Qızılqayaya qalxmağa müvəffəq oldular. Vətən müharibəsindən sonra biz İbatla danışdıq. İbat dedi, Kəlbəcərə gedirəm. İbatla söhbət elədik ki, ən azından o yerlərlə maraqlansın. Görək, bizim orada itkin qardaşlarımız, bizim döyüş yerlərimizdən də kadrlar çək, at. İbat getdi, orada o yerləri aşkar elədi. Orada bir neçə dənə kadrlar çəkdi. O kadrlar da paylaşmışdı Facebookda. Yəni, belə məsləhət oldu ki, onlar da yığılsın orada. Sonra, yəni bu iş bax belə başa verdi. İbad yəni ki, oranı aşkar elədi. Sonra dövlətimiz tərəfindən yaranan əsir və itkin üzrə komitə və komisiya bizi Bakıya dəvət elədi. Bizimlə söhbət elədilər. Dedilər ki,
qoy havalar yaxşı olsun, havalar aşsın, biz orada axtarış aparayıq. Biz xahiş elədik ki, ora gedəndə bizləri də dəvət eləyin. Biz də gedək, könlü olaraq şəhidlərimizin, itkin şəhidlərimizin tapılması üçün orada yəni bizim də xidmətimiz olsun. Bugün mən yenə 93-94-cü illərdə döyüşdüyümüz yerləri ziyarət edirəm. Görsənən yer Qızılqayadır. İndi mən yenə Qızılqayaya doğru hərəkət edirəm. O yoldaşlar bilir, mən təxminən bir ay bundan qabaq yazda gələndə letni paltarda gəlmişdim. Amma indi Murov yenə öz amansız havası ilə bizi qalın geyindirib. Məni bu günləri müşahidə edən 1-ci Qarabağ müharibəsinin qazisi Ənvər qardaşımızdır. Allah ona can sağlığı versin. İndi biz hərəkət edirik yenə həmin yerlərə baxmağa, orada o şəhidlərimizin qanı tökülən yerləri, şəhidlərimizin ayaq izlərini. İndi hərəkət edirik, görək orada nəsə əldə eləmək. İnşallah görək nə tər olur. 1994-cü ilin fevralın 10-da ermənilər Kəlbəcərin Qızılqaya yüksəkliyində daha yüksək mövqedə dayanmışdılar. Həmin mövqenin sol tərəfində, Yanşaq kəndi ərazisində, yüksəklikdə yerləşən mövqedə isə keçmiş 701 saylı hərbi hissə mövqe tutmuşdu. Ermənilərin qəfil hücumlarının qarşısını kəsmək üçün Qızılqaya yüksəkliyinin bir qədər aşağısındakı böyük bir qayanın arxasında isə 701 saylı hərbi hissənin komandanlığı tərəfindən gizli post yaradılmışdı. Təbii ki, post gizli olduğu üçün postda duran əsgərlər də yalnız şəraitdən asılı olaraq dəyişdirilirdi. Və o postun qabağında bir dənə düşmənin postu olub. Düşmənin postundan bizim postun arası olar 400-500 metr. Yəni mən orada birinci gedən kimi onu maraqlandım. 400-500 metr olar. Bizimkilər siqaretin post yaradıblar. Həmən iki postun arasında, düşmənlə bizim postun arasında siqaretin postu yaradıblar ki, ola bilər ki, düşmən gələr, bizim mühasirəyə alar və Murov Yanşaq yolu kəsilsə, 701 hərbi hissə, nə ki 5-ci Bərdə tabi olur, 701 hərbi hissənin bütün döyüşçülər mühasirəyə düşür. Nə Murova tərəf çıxa bilirlər, nə Daşkəsən tərəfə çıxa bilirlər. Ona görə də o siqaretin postu yaradıblar. O siqaretin post yəni düşmən tərəfindən bilinməyən bir post olub. Amma bizimkilər bilir. Hər 2 gündən bir, yəni hər bir gündən bir o posta dəyişiklik eləyirlərmiş. Məsələn, zaman eləyirlərmiş. O da ki, nə vaxtı? Gecə, ancaq gecə. Günüz, məsələ, ora yenib o postu dəyişmirlərmiş. Niyə? Həm düşmən görər, həm də oradan keçən düşmən vura bilər. Ona görə də buradan ancaq gecə istifadə ediblər. Dumanlı havalarda gecələr, yəni bu postlar dəyişilirdi. Lakin fevralın 10-da günorta saatlarında həmin əraziyə qatı duman gəldi və ermənilərin çoxsaylı hərbi birləşməsi bundan istifadə edərək qəfil hücuma keçdilər. 23 Azərbaycan əskəri onlara başçılıq edən Baba ləqəbli Məhəmməd Əli Əmir İbrahimi adlı şəxslə birlikdə mühasirəyə düşdülər. Səhər baxır, saat 10-11 radələr olardı. Anidən qatı bir duman gəldi. Qatı duman gəldi. Uşaqlardan bir hissəsini, 5-6 nəfəri dedilər ki, dərədə postumuz vardı. O gizli postuydu. Onu dəyişməyə uşaq getməli idi. Ələkbərov Ələddin idi, Piriyev Rəşadət idi, Qılman idi, səhv eləmirəm, familiyasını bilmirəm. Nəsə 5-6-7 uşaq İranlı baba deyilən onunla getdilər. Həmən əraziyə eləməyə. Qatıda duman gəlmişdi. Onlar getdi, təqribi vaxtını bilmirəm. Dedilər ki, Siviyazı uşaqlar çıxırlar ki, dedilər ki, Rəşadət gibi, Ələddin gibi mühasirəyə salıblar. Elə olub ki, düşmən çox güclü, yəni küllü miqdarda ordu ilə həm kəşfiyyata, həm hücuma keçmə kimi gəliblər ki, həmən Qızılqayanı mühasirəyə götürələr, oradakiləri götürələr və yolu kəsələr, birbaşa 701 hərbisə mühasirəyə düşər. Düşmən gəlib bizim o gizli postla qarşılaşır.
Və o postdakı olan oğullarımız oradakı qəhrəman oğullar idi. Ona görə qəhrəman oğullar deyirəm ki, onları mənim özüm şəxsən tanıyırdım. Məsələn, Eldar idi, Rəşadət Piriyev idi, bunların Ələddin idi, Ələkbərov, o əlavə döyüşçülərimiz vardı. Onlar hamısı döyüş keçmiş oğlanlar idi. Elə bir qən seçib oraya qoyurlar. Onlar heç bir vaxt geri çəkilən oğullar deyil idi. Bunlar həmən kəşfiyyatla, həmən o gələn o kəşfiyyatla da, o ordu ilə qarşılaşıblar. Qarşılaşıblar və atışıblar. Bizim döyüşçülərimizdən, yəni İbad, gəlib baxıb ki, uşaqlar döyüşürlər. Atışma da gedir axuara. Qaçıb komandirə, məsələn, oradakı komandanlığa məruzə eləyib ki, uşaqlar mühasirəyə düşür, uşaqlar orada son qanına kimi, uşaqlar döyüşürlər, o uşaqlara kömək lazımdır. Deyib ki, əgər biz oraya köməyə geçsək, onda nə ki biz, bütün 701 hərbi hissənin döyüşçüləri məhv olacaq, yol bağlanacaq, hamı mühasirəyə düşəcək. Əsas odur ki, onlar orada döyüşür. 1 saat da olsa, 2 saat da olsa, 3 saat da olsa, onlar vaxt məsələ alır, biz bütün hamıyı çıxarda bilərik. Elə deyilirlər. Bəlkə də düz əmr verirlər, ya səhv əmr verirlər. Onu bir Allah bilir, bir özləri bilir. Bəlkə də kömək eləsəydilər uşaqları mühasirədən çıxardardılar, yaralı çıxardardılar. Amma uşaqlar son qanına kimi döyüşüb 701 hərbi hissənin və 5-ci Bərdə taborunun əskər və zabitləri yerdə qalanlar sağ-salamat çıxıb. Çox təəssüf ki, 701 saylı hərbi hissədən onlara kömək göndərilmədi. Hərbi hissə geri çəkildi, həmin ərazi işğala məruz qaldı və 24 nəfərlə əlaqə kəsildi. Hadisədən bir il sonra məlum oldu ki, 24 nəfərin içərisində yalnız bir nəfər, İran vətəndaşı Məhəmmədəli Əmir İbrahimi adlı şəxs yaralı olaraq əsir düşüb. 23 nəfər əskər isə son damla qanlarına qədər döyüşərək şəhidlik zirvəsinə ucalıblar. Məhəmmədəli Əmir İbrahimi əsir düşməsi və Qızılqayadakı son döyüş barədə Azadlıq qəzetinin 1995-ci il may buraxılışlarında yayımlanan Dərdini bağırmaq istəyən adam adlı silsilə məqalədə ətraflı məlumat verib. Qısaca olaraq nəzərinizə çatdırım ki, tağım komandiri olan Məhəmmədəli Əmir İbrahimi həmin döyüşdə ağır yaralı olaraq əsir düşüb. Ermənilər onu əvvəl Ağdərə hospitalına, sonra isə Şuşa türməsinə aparıblar. 200 günlük əsirlik müddətində dəfələrlə ermənilərin insanlıqdan kənar vəhşiliyinə və işgəncələrinə məruz qalıb. Ermənilər onun dabanlarının dərisini soyub, bud sümüyünü sındırıb və bir ayağının bütün barmaqlarını kəsiblər. 200 günlük işgəncələrdən sonra əsirlərin dəyişdirilməsi zamanı o da dəyişdirilib. Məhəmmədəli Əmir İbrahimi ilə ünsiyyətdə olan şəxslərin bildirdiyinə görə, o əsirlikdən sonra İrana qayıtmayıb, Azərbaycanda yaşayıb və ailə qurub. Lakin Məhəmmədəli Əmir İbrahimini tapmaq və onun özündən müsahibə götürmək istəyimiz baş tutmadı. Araşdırmamıza əsasən, qeyri-rəsmi məlumatlara görə o bir neçə il əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Hazırda onun haqqında dəqiq heç bir məlumat yoxdur. Əsas 23 o şəhidin talihi çox nətər deyim, mənalı və tarixi bir itkinlikdir, şəhidlikdir. Mən şəxsən istəyərəm onların haqqında hamı maraqlansın, hər bir kəs maraqlansın. Əsas da Müdafiə Nazirliyinin yüksək zabitləri, 701 hərbçinin ehtiyatda olan zabitləri, onların qəhrəmanlığı haqda desinlər. Rəşadət Əlioğlu Piriyev, Bərdə rayonu Yenidaş kəndi. Ələddin Firəddin oğlu Ələkbərov, Bərdə rayonu Alaçadırlı kəndi. Pənah Qamboy oğlu Rüstəmov, Bərdə rayonu Qazaxlar kəndi. Fariz Həsi oğlu Şirinov, Bərdə rayonu Qazaxlar kəndi. İsa Fikrət oğlu Miriyev, Bərdə rayonu Ləmbəran kəndi. Vüqar İslamoğlu Hüseynov, Bərdə rayonu 32-lər kəndi. Bayram Şəmsəddin oğlu Göyüşov, Bərdə rayonu 32-lər kəndi.
Elşən Kamiloğlu Məmmədov, Bərdə şəhəri. İlham Yadigaroğlu Quliyev, Bərdə rayonu Qazıqurdalı kəndi. Qılman Surxayoğlu Hacıyev, Bərdə rayonu Kələntərli kəndi. İntiqam Məhəmmədoğlu Məmmədov, Bərdə rayonu Həsənqaya kəndi. Arif İbrahimoğlu Qəhrəmanov, Bərdə rayonu Həsənqaya kəndi. Zülfüqar Allahverdioğlu Məmmədov, Bərdə rayonu Qarayusifli kəndi. Eldar Marifoğlu Sadıqov, Bərdə şəhəri. Sakit Şəmiloğlu Rüstəmov, Bərdə şəhəri. İsmail Alikoğlu Çoluyev, Bərdə rayonu Göyüşlü kəndi. Vüqar Telmanoğlu Məmmədov, Bərdə şəhəri. Yusif Əhmədoğlu Yusifov, Bərdə şəhəri. Dadaş Şərifoğlu Dadaşov, Ağdərə rayonu İmarət Qərbənd kəndi. 20. Mehdi adlı əsgər, kimliyi naməlumdur və ehtimal olunan daha 3 əsgər, hansı ki onlar hərbi hissəyə yeni göndərilən əsgərlər olub, şəxsiyyətləri naməlumdur. Qeyd edək ki, Qızılqayadakı sonuncu döyüş zamanı itkin düşən daha bir döyüşçünün kimliyi dəqiqləşdirilib. Həmin şəxs Muxtar Qınyazoğlu Şahgəldiyevdir. 23 itkin əsgərin tağım komandiri olan Baba ləqəbli Məhəmmədəli Əmir İbrahimi 1995-ci ildə Azadlıq qəzetinin 13 may buraxılışına verdiyi müsahibəsində Rəşadət, Ələddin, İsa və Mehdi adlı 4 əsgərin adını çəkir. Onlardan Rəşadət, Ələddin və İsa'nın kimliyi məlumdur. Lakin keçmiş 5-ci Bərdə taborunun komandiri Gəray Əsədov və taborun 2-ci bölüyünün komandiri Rizvan Qasımovun bildirdiyinə görə batalyonda Mehdi adlı əsgər olmayıb. Belə hesab olunur ki, bəlkə də İranlı komandir Muxtar adını Mehdi adı ilə səhv salaraq müsahibəsində Muxtarı Mehdi olaraq adlandırıb. Ancaq yenə də tam dəqiq cavab ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Məlumat üçün bildirək ki, Muxtar Qınyazoğlu Şahgəldiyev 1972-ci ildə Qərbi Azərbaycanın Velbasar rayonunda anadan olub. Məlum hadisələrlə əlaqədar sonradan ailəsi ilə birgə Yevlax rayonunun Qaraməmmədli kəndində məskunlaşıb. O, keçmiş SSR ordusunda xidmətini başa vurduqdan sonra Milli Ordunun tərkibində erməni işğalçılarına qarşı döyüşlərə qoşulub. Füzuli uğrunda döyüşlərdə iştirak edib. Ardınca isə Kəlbəcərin müdafiəsinə 701 saylı hərbi hissəyə göndərilib. Muxtarın qardaşı Bəhman Şahgəldiyevin bildirdiyinə görə Qızılqayadakı axırıncı döyüşdən sonra Muxtar haqqında heç bir məlumat yoxdur. Nəhayət, 2025-ci il iyulun 4-də keçmiş 701 saylı hərbi hissənin sabiq tağım komandiri İbad Vəliyevin və bölük komandiri Rizvan Qasımovun göstərdiyi istiqamətlə hərəkət edərək Kəlbəcərin Qızılqaya yüksəkliyində dövlət qurumlarının, hərbçilərin, mina axtaranların və xüsusi xidmət orqanlarının birgə zəhməti sayəsində itkin döyüşçülərin axtarışına başlanıldı. İyul ayı olmasına baxmayaraq günorta saatlarında belə Qızılqaya yüksəkliyində hava yağışlı, çiskinli, dumanlı və soyuq idi. İyul ayının 4-ü 2025. Qızılqayanın ətrafındayıq. Allah devlətimizi var eləsin. Devlətimizin köməyi ilə devlət nümayəndələri və sapyorlar axtarış elədilər, yolları təmizlədilər. Gəldik bizim itkin düşən qardaşlarımızın son qanına kimi döyüşdüyü yerə. İbad qardaşımız əvvəlcədən gəlib buranı kəşfiyyat eləmişdi. Bax, həmən bu yerdən 2-3 dənə iskelet tapılmışdı. Devlətimiz tərəfindən yaranan komissiyana mən təşəkkür edirəm ki, bizi ora dəvət elədi. İtkin qardaşlarımızın tapılmasında bizlərin də xidməti oldu. Orada tapıldılar. Bir neçəsi tapıldı. İnanıram ki, bundan sonra da tapılacaq. Əsas çətinlik birisi nədir? Əsas çətinlik odur ki, bizim döyüş yoldaşlarımız kim harda yaralanıb qalıb, kim harda itkin düşür, kim harda şəhid oldu qaldı. Onun yerini deməlidir ki, həmən komisiyanın üzvləri oraya
axtarışda olan insanlar asanlıqla onu tapsınlar. Biri var 100 hektarlarla, biri var 50 hektarlarla, 20 hektarların yerini axtarasan. Biri də var ki, biləsən ki, falan ərazidədir. 1 kilometr, yarım kilometr. Oranı axtarıb onu tapmaq bizə asan olar. Bax, burada da indi bu dəqiqə hal-hazırda işləyirlər. Güclü axtarış gedir müəllim. Yəqin ki, buraya əlavə itçi qübələr də gələcək. Hava çox soyuqdur, yağış yağırdı müəllim. İnan ki, hamı suyun içindədir. Kəlbəcərin Qızılqaya yüksəkliyində təbii şəraitin və havanın yaratdığı çətinliklərə baxmayaraq ilk axtarış prosesi uğurlu oldu. Bundan sonra növbəti axtarış prosesi avqust ayının 6-sında keçirildi. Ötən dəfəyə nisbətən bu dəfə hava daha münasib idi. Qeyd edək ki, bu dəfəki axtarış prosesinə keçmiş 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun daha bir neçə döyüşçüsü də qoşulmuşdular. Ötən verilişdə qeyd etdiyimiz kimi, 1994-cü ilin fevralın 10-14-ü aralığında Qızılqaya ilə yanaşı Bağırlı və Buzluq dağındakı digər yüksəkliklərdə də itkin düşən döyüşçülər olub. Kimliyi dəqiqləşdirilən itkin döyüşçülərin adlarını bir daha diqqətinizə çatdırmaq istərdik. Tanrıverdi Süleymanoğlu Muradov, Bərdə şəhəri. Mehman Əsədullaoğlu Dadaşov, Bərdə şəhəri. Samir Mədətoğlu İbrahimov, Bərdə şəhəri. Mübariz Qağəməlioğlu Pənahov, Biləsuvar rayonu Nəsimi kəndi. Azər Fərruxoğlu Əliyev, Bərdə rayonu Nazırlı kəndi. Cəlal Əlioğlu Əliyev, Yevlax rayonu Nemətabad kəndi. Mobil Qulamoğlu Həsənov, Bərdə rayonu Çələbilər kəndi. Müvafiq dövlət qurumları Qızılqayada axtarış apardığı vaxt keçmiş döyüşçülər həmin yüksəklikdən bir qədər aralıda olan Bağırlı dağında da itkin düşənlərin nəşini tapmaq ümidi ilə əraziyə baş çəkiblər. Axtarış prosesində yaşananları olduğu kimi təqdim edirik. Dəyərli izləyicilər, bir məqamda nəzərə alın ki, veriliş hazırlanarkən bəzi görüntüləri yarımçıq kəsməyə və üzərindən ötəri keçməyə məcburuq. Sizdən bunu normal olaraq qəbul etməyinizi xahiş edirik. Çünki bu verilişə itkinlərin yaxınları da baxacaqları üçün çəkilən görüntülər 30 ildən sonra belə onlara pis təsir edə bilər. 701 saylı Motorçu briqadanın 5-ci Bərdə taborunun komandiri Gəray Sidov və bölük komandiri Rizvan Qasımov. Bugün biz demək Kəlbəcər ərazisində 1994 yanvar-fevral aylarında Murovdağ əməliyyat zamanı hərbi əməliyyatlar zonasında itkin düşmüş əsgərlərimizin axtarışla məşğul dövlət qurumlarının xətti ilə, yəni biz də komissiyada varıq və bu itkinlərimizi bu çətin relyef, iqlim şəraitində olan bir ərazidə bu axtarışlar aparırıq. Hələ ki 10 nəfərə yaxın itkinimizin müəyyən qalıqlar tapılıb, indi onlar yəqin ki ekspertizaya veriləcək və bundan sonra da rəy veriləcək. Amma biz çətin anda əsgərlərimizlə, zabitlərimizlə bu axtarış həyata keçiririk. Burada atışırdın. Bu mənim səngərim olubdur. Bax bu qaya, bu daş. Həm sağ tərəfdə, həm də sol tərəfdə. Həm burayla atışmışam. Burayla. Onda bağaçlar yox idi Rizvan. Bu 3 dənə palıd ağacı. Həm də yerimi dəyişib keçirdim bura. Burayla. Tanrı verdiysə, Harda vuruldu? Mənim yanımdaydı. Tanrı verdi, bu yəni oradan bir-birimizin yerimizi dəyişirdik. Mağazada dolduranda da elə beləyəndə həmən yeri doldururduq. Tanrı verdi, gəldi, uzandı deyə bax bura. Bax, gəldi bura. Bax, şükürdüm, xeyir olmadı. Dedim, işin olmasın mənə. Uzandı bura. O nədir, əyağı açılanın nədir, avtomatı. YPK. LPK 545 idi. Buradan başladı bir dənə mağazin püləməyə. Onda dedi ki, sancını aldım. Bir kəlmə sözünü eşitdim, sancını aldım. Mən bunu bu tərəfə çəkmək istəyəndə gördüm ki, torp məni vururlar. Torpaq saat dəydi, pulya dəydi, üzümə, gözümə sıramaq eləmək. Baxdım ki, uşaq buradan qaçır, şükürürlər. Həmən axırıncı gedişim burada oldu. Mən Tanrı verdiğim ki. Hə, və Samir az tərəfdəydi. Samir deyə bax o qayabı görürsən. Bax onun üstündə əyağı üstə durub. Məni səsləndirirdi ki, əl kömək eləyin. Mehmanı götürək. Mehmanı vurublar.
İndi mehman burulan yere gedək görək. Mən getdirdilər. Ha. Dedim mən harda vurublar, dedi ağacın üstündən düşürtmüşük. Ha. Gəl. Mənəm bu Ha. çoxdan qabaqdadır. Ha, İbat, orada nəsə var? Əli, oraya qoydu da, eləmi? Təxmin elə, hə, bir bax. Ona görə ki, oradan uşaq öldür atdı yerə. Ha. Ha, gələm. Ha. Elə həmən yerə. Eləmi? Ha. Ona görə dedim mən sağ, deyirdim. Gör, paltar nə rəngdir? Ha, paltar evini kırıb. Ala. Qara paltar. Bir də tərsinə var. Elə. İkisi də uçağı. Yox, 16'dır. O 16'dır. Bir tane. Baytinka 41 razmerdi. Baytinka 41 razmerdi. Ha? Ya 40 razmerdi ya 41. Ha. Ha, bu da şeyler bak. Onu değil mi? Onu olsun diyor. Onura sümüklerdi bunlarda. İyi kaşıktı. Ha. Kaşıktı ya. Ben bir bakım gördüm burada. Üstünden de kaset çıkıyor. Çiftliği buradan çıktı bak. Ha. Kolundan. Ha, bu cibi olup da. Görsen paltar ne kadar şey oluyor. Bütün paltarlar hamısı. 31 il bundan qabaq biz çox iskilər gördük, çox əzablar çəkdik. O döyüşdüyümüz uşaqların şəhid olduqları yer. Mənim övladım üzr istəyirəm şəhid olanda düzdür, mənə bir cür çox məni yandırdı. Bir şeydə də elədim ki, gör nə qədər bizim şəhidlərin qanının üstündə şəhid olduqları yerdə ermənilər gəzirdi. Həmişə deyirdim ki, bu günə də şükür ki, həmən yerlər azad olundu. Azad olundu. Şəhidlərimizin şəhid olduqları yerdə da artıq ermənilər hərlənmir. Ermənilər gəzmir. Getdik. Mən ora gedəndə elə bir ki, həmən anlar yerindən başladı. Mən gələndən, biz başa düşməyim, mən gələndən geri yuxu yatamıram. Elə bir ki, həmən günlər təzdən başladı. Mən orada qala bilmədim. Nəzərinizə çatdıraq ki, Qızılqayada aparılan axtarış prosesləri barədə yayımladığımız video materiallardan sonra çox sayda itkin yaxını və könüllülər axtarışda iştirak etmək istədiklərini bildiriblər. Lakin bu proses dövlət qurumlarının ciddi nəzarətindədir və axtarışlarda hər kəsin iştirakına icazə verilmir. Əsas səbəb həmin ərazinin dəniz səviyyəsinin 3000 metrdən çox yüksəklikdə yerləşməsi və ərazinin vaxtilə gərgin döyüş meydanı olmasıdır. İtkinlərin şəhid olduğu gizli postda avtomobil yolu olmadığından yüksəkliyə ancaq piyada qalxırlar. Digər tərəfdən ərazidə hələ də çox sayda partlamamış sursat və mina təhlükəsi var. Hətta axtarışda iştirak edən qazilərə belə nişanələrin yerini tapdıqdan sonra üzərinə ancaq göstərici qoymaq tapşırılıb. Cəsədin yerinin özbaşına qazılması və çıxarılması qəti qadağandır. Çünki ərazidə vaxtilə mənfur düşmən tərəfindən mina və qumbara kimi faciəyə səbəb ola biləcək təllərin quraşdırılması ehtimalı var. Bu səbəbdən də yalnız mütəxəssislərin təhlükəsizliyə nəzarətindən sonra qalıqların toplanması həyata keçirilir. Bizim şəhid ailələrindən də istəyirlər ki, bizlərlə iştirak eləsinlər orada. Komitə, ondan sonra bizim özümüz də razı deyilik. Ona görə ki, orada çox çətindir. Deyək ki, biz getmişik ora, biz döyüşçülər, getmişik orada axtarış aparırıq. Bir itkin də alınacaq getmişik. Orada kimsə miniyə düşsə və yaxud da biz orada şəhidimizi tapdıq. Kim falan şəhidimizi, indi ad çəkmirəm, falan yerdə qoyulub. Getdik, həmən şəhidi tapdıq, həmən yeri tapdıq, həmən cəsədi tapdıq. Oradan paltarın üstündən qranat çıxdı. Paltarı bax belə çəkəndə, ola bilər ki, şpilka paltara ilişər və o şpilka çəkildi, partladı. Bu məsuliyyət kim daşır? Bir itkinimizi axtardıq, tapdıq, bir itki verdik. Bu ağır məsuliyyətdir. Və bu da söz-söhbətə gəlib çıxardasıdır. O dağlar sıldırım, ondan sonra elə bir yerlərdir ki, mən sözlə deyə bilmirəm. Hər bir kəs oradan yıxıla bilər, ya kıçı qırlar, ya qolu qırlar. Niyə olmalıdır ki? Biz oraya gediriksə,
Siz inanın ki, həmən komissiyanın üzvləri bizi nətər qoruyurlar. Deyir, yerini göstərdin, dur kənara. Ona görə demirlər ki, dinlə, biz şəhid qardaşımızı, itkin qardaşımızı tapdıq, ondan kənara duraq. Ona görə deyirlər ki, onun altında min ola bilər, onun yanında qranat ola bilər, onun yanında snaryat ola bilər, o partlayar. Biz yaxşı burada o şəhid ailələrinə ya devlətimiz tərəfindən yaranan komissiya, ya hətta ki, oraya könül gedən insanlar, şəhid ailəsini oraya nətər dəvət eləsin. Ola bilər ki, bir qardaş itiribdir, gedər özdə milliyə düşər. Bunu fikirləşmirlər axı. Kəlbəcər rayonunun Qızılqaya yüksəkliyində vaxtilə döyüş zamanı şəhid olaraq itkin düşən 23 döyüşçünün axtarışlarının növbəti mərhələsi 2025-ci il sentyabrın 9-u, 10-u və 11-i aralığında həyata keçirilib. Axtarış işlərində müvafiq dövlət qurumları ilə yanaşı, keçmiş 5-ci Bərdə taborunun döyüşçüləri, bugün əksəriyyəti baba olan 1-ci Qarabağ müharibəsinin veteranları da yaxından iştirak ediblər. Günlər payıza doğru getdikcə Kəlbəcər dağlarında havanın tez-tez dəyişməsi, qəfil duman gəlməsi, güclü yağış və dolu, hətta bəzi yerlərə qar yağması da müşahidə olunub. Təbii ki, Kəlbəcərdə havanın soyuq olması da axtarış işlərinə təsir edən amillərin önündə dayanır. Yağış yağır, deyir, bax, buna bax, doluya bax, doluya bax. Qar, dolu, buna. Baxın, baxın, baxın. Oy. Getdi, ev maşın doldu, ev maşın doldu, oy. Lakin heç nəyə baxmayaraq, axtarış işlərinə cəlb olunan dövlət qurumlarının əməkdaşları, xüsusilə də qazilərimiz, vaxtilə döyüşdə olduğu kimi, indi də öz fədakarlıqlarını əsirgəmirlər. Bu dəfəki axtarışlarda 5-ci Bərdə taborunun 2-ci bölüyünün sabiq komandiri Rizvan Qasımov və bölüyün tağım komandiri İbad Vəliyevlə yanaşı, taborun keçmiş döyüşçüləri Camal Canbaxışov, Əli Hüseynov, Sərxan Quliyev, İlfami Sədiyev, Etibar Mamedov, 2020-ci il Vətən müharibəsi şəhidi Asim Cəfərlinin atası, keçmiş döyüşçü Çingiz Cəfərli, eləcə də Qızılqayada şəhid olaraq itkin düşən Rəşadət Piriyevin qardaşı Şahbələt Piriyev də yaxından iştirak edib. Qazilər dağın ətəyində çadırlar qurub, süfrə açıb bir qədər istirahət etdikdən sonra Qızılqaya yüksəkliyinə doğru hərəkət ediblər. Bu dəfəki axtarışlar da uğurlu olub. Rizvan Qasımovun çəkdiyi görüntüləri olduğu kimi təqdim edirəm. 11 sentyabr 2025. 23 itkin qəhrəmanımız düşdüyü Qızılqaya. Güclü axtarış gedir. Axtarışda cəsədlərin tapılmasını kimi bu kloklara yerləşdirirlər və protokollaşdırırlar və götürürlər. Bizim əskərlərimiz təzə tapıntı ediblər. Bu yeri bizim İbad qardaşımız təyin edib 3 il bundan qabaq. Bax, bugün bu tapıntılar İbad qardaşımızın sayəsindədir. Sağ ol İbad qardaş, var ol. Nəzərə alın ki, dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə aparılan axtarışlar zamanı əldə olunan uğurlu nəticələr heç də asan başa gəlmir. Fədakarlıq göstərərək böyük zəhmət çəkən bu insanlar daima yorğunluq, oksigen çatışmazlığı, təzyiqin düşməsi kimi hallarla üz-üzə qalırlar. 11 sentyabr 2025. İtkin qardaşlarımızın axtarışındayız. Həkimlərimiz bizim axtarışda olanları yoxlayır. Yaxşıdırmı həkim? Davam edə bilər də axtarışı. Elfanın da bizim qəhrəman qardaşlarımızdandır. Sağ olsun, var olsun, bugün gəlib bizim itkin qardaşlarımızın axtarışına. Həkim sağ olun, var olun, təşəkkür edirik. Hal-hazırda biz onların axtarışına məşğuluq.
Öz təşəkkürümü də bildirirəm ki, komitənin üzvlərinə, həkim personallarına, Kəlbəcər rayon təcili yardım həkim personalı, əsgərlərə öz minnətdarlığımı bildirirəm. Orada bizim nailiyyətlərimiz var. Bir neçə cəsədlər tapmışıq biz qardaşlarla. Şəhid qardaşlarımızın nəşrini tapmağa nail olmuşuq. Biz onları hər elə bir cəsədini tapdıqca biz sevinirdik. Belə ki, hər bir elə bil onu tapdıqca biz deyirdik ki, bir dənə ailə sevinəcək. Biz ona görə o sevinci yaşayırdıq. Qeyd edək ki, Qızılqaya yüksəkliyinə avtomobil yolu olmadığı üçün axtarış işlərində iştirak edənlər hava qaralana qədər piyada geri qayıtmalı olurlar. Rizvan Qasımovun bildirdiyinə görə onlar dağın ətəyindəki tunel kafesində istirahət edirlər. Kafenin sahibi və əməkdaşları axtarışlara qoşulan qazilərimizə təmənnasız xidmət göstərərək bu təqdirə layiq işlərə öz dəstəklərini göstərirlər. Artıq hava qaralıb və qazilər ağır axtarış prosesindən sonra kimisi avtomobildə, kimisi də çadırlarda istirahət edəcəklər. Səhərsi gün isə yenidən itkin şəhidlərin axtarışı davam edəcək. Bu axtarışlar Allah canlarını sağ eləsin, Rizvan Qasımovun, İbat Vəliyevin bütün işlərin güclərini buraxıb bu axtarışları həyata keçirirlər. Dövlətimizə də mən öz təşəkkürümüzü bildirirəm ki, dövlət qurumlarımızda məşğul oldu bu işlər. Amma bunu biraz geniş həyata keçirək. Yəni ora əlavə qüvvələr aparılsın ki, yəni o ərazi böyük, çox böyük ərazi. Orada axtarışlar tam həyata keçirə bilək. Mən buradan elə LTV kanalının bütün rəhbərinə, əməkdaşlarına, LTV Yevlax, yəni LTV şöbəsində daha deyək, studiyasına təşəkkür edirəm. Biz orada olan müddətdə, axtarışda olan müddətdə hər gün bizlə maraqlanıblar, hər bir gün maraqlanıblar. Bugün də onlarla bir yerdəyik. Mən inanıram ki, LTV-nin çəkilişi bizim itkin qardaşlarımızın tapılmasında böyük xidmət olacaq. Belə xidmət olacaq ki, bizim itkin qardaşlarımızı yaralı qovub gələn, şəhid olanda orada qovub gələn, onların yerini bilən, hansı ərazidə olan bilən oğullar onlar deyəcəklər. O açıqlamanı verəcəklər. Bax, bu verilişə baxandan sonra da bu belə də var. Qısa kadrlar verilir LTV kanalı tərəfindən. O kadrlar da öz bəhrəsini göstərir. Neçə adamlar bizə zəng eləyir. Məsələn, başqa taborun döyüşçüləri də yenə filan yerdə bizim itkinimiz var. Bax belə. Yəni bir dənə mən onu xahiş edə bilərəm ki, kim nə bilirsə onu desin. Sonda onu da qeyd edək ki, Kəlbəcərin Qızılqaya yüksəkliyində 31 il əvvəl şəhid olaraq itkin düşənlərin axtarış prosesi artıq yekunlaşıb. Axtarış prosesini aparan müvafiq dövlət qurumlarının və qazilərimizin fədakarlığı sayəsində tapılan qalıqların kimə məxsus olduğunu dəqiqləşdirmək üçün lazımi ekspertiza işləri görülür. İnanırıq ki, tezliklə dövlət tərəfindən cavablar açıqlanacaq və 30 ildən çox müddət ərzində gözü yolda qalan itkin ailələrinə bir təsəlli xəbəri veriləcək. Qarabağ döyüşlərində itkin düşən bütün insanların nişanələrinin tapılması ümidi ilə sizinlə sağollaşarıq. İtkin qəhrəmanların axtarışı isə davam edəcək.